Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Mən bugün də börək hazırladım, amma fərqli. Lavaşla, pendirli göyərti ilə çox dadlı, ləzzətli börək alındı. Həqiqətən üstü xırçıltılı, içi yumşaq. Əslində dünən mən lavaş salatı hazırlamışdım evdə iftara. Yerdə qalan qırıntı lavaşlardan, bütöv lavaşlar da qalmışdı. Fikirləşdim ki, ən yaxşısı bu börəyi hazırlayıb sizinlə paylaşım. Doğrudan da yaxşı alındı. Fikir verin burada necə üstü qıç-qıç eləyir, xırçıltılı da. İçidəki vərəq-vərəq, yumşaq. Ümid edirəm xoşunuza gələr inşallah. Mən göyərtiləri təmizləyib yumuşdum, süfrəyə sərib suyunu çəkmişdim. Yəni suyu getmişdi göyərtilərin. Ona görə xırda-xırda doğrayıb hazır elədim. Burada şomudur, ispanaq, keşniş, şüyüd, göy soğan. Bu da duzlu pendir. Bu da salatdan qalan lavaşlardır, qıraqlarından kəsib çıxartdığım lavaşlardır. Bir də ki, bütöv lavaşları kəsib, hansı listəki hazırlayacağım, həmən listin ölçüsündə kəsib hazır qoymuşam. Əvvəlcə pendiri qatışdırdım göyərtiyə. Siz istəsəz sürkəcdən də keçirdə bilərsiniz. Sürkəcin iri gözündən keçirdim, qatın göyərtiyə. Mən duz vurmadım, çünki pendir duzludur. İndi isə sosunu hazırlayıram. Qaba qatıq əlavə elədim. Duru yağ, su, yumurta, biraz da duz əlavə eləyib qatışdırdım yaxşı-yaxşı. Qoydum kənara. İndi isə listi yağlayıram duru yağla və kəsib ölçüsündə kəsib qoyduğum lavaşın birini qoydum listə. Amma qızarmış üzü üst tərəfə, qızarmayan üzü alt tərəf olmalıdır. Çünki qızarıcı gələr peçdə. Sosdan əlavə eləyib yaydım. Sonra ikinci lavaşı qoydum birinci lavaşın üzərinə. Yenə sos əlavə elədim. İndi isə doğranmış lavaşları. Deməli, əziz izləyicilərim, siz 4 ədəd lavaşı hansı qabda ki pişirəcəksiniz, həmən qabın ölçüsündə kəsib qoyun qırağa 4 ədədin. Yerdə qalan lavaşların hamısını bu cürlə xırda-xırda doğrayın, bir qaba yığın. Biraz da qatışdırın ki, bir-birindən ayrılsın lavaşlar. Sonra o doğranmış lavaşları 3 hissəyə bölün. Çünki 3 lay olacaq doğranmış lavaş. Yəni 3 hissəyə bölün ki, sonra sizin üçün rahat olsun. Eyni qədər alınsın da bu laylar. Doğranmış lavaşların birinci layını əlavə elədim bütöv lavaşın üstünə. Ondan sonra sosdan əlavə elədim. Sosunu gəmbol vururuq ki, lavaşlar hamısı islansın. Bu cürlə kislə yaxşı-yaxşı sosu yedirdirik lavaşlara. Gəmbol vurmaq lazımdır ki, altdakı lavaşlar da islansın. İndi isə göyərtinin yarısını əlavə elədim doğramış lavaşın üzərinə. İndi ikinci lay doğramış lavaşları əlavə elədim göyərtinin üstünə və sosdan yaxşı-yaxşı yenə əlavə elədim bu lavaşlara. Görürsünüz nə qədər sos əlavə edirəm. Yəni, qorxmayın, çünki o lavaşlar hamısı islanmalıdır. Üçüncü lay doğramış lavaşlar əlavə elədim. Göyərti, sonra da üçüncü lay.
Yenə sosu yaxşı-yaxşı yedirdirəm lavaşlara. İndi isə bütöv lavaşların birini qoydum. Doğramış lavaşın üstünə. Kənarlarını da səliqəyə salıram. Və sosdan əlavə eləyirəm yenə. Yayıram lavaşın üstünə. İndi isə axırıncı lavaşı qızarmayan tərəfi üstə olmalıdır. Qoydum və doğradım. İndi isə sos əlavə eləyirəm. Yerdə qalan sosun hamısını əlavə elədim. Sosu çəkdim lavaşın üstünə, hər tərəfinə. İndi isə bir ədəd yumurtanın sarısını, mən bir ədəd bütöv götürmüşəm, amma siz ancaq sarısını götürüb bir xörək qaşığı da duru yağ əlavə eləyib, deməli əlavə eləyirsiniz lavaşın hazırladığımız böreyin üstünə. Çəkirəm hər tərəfinə yaxşı-yaxşı çəkdim. Və çörək otu ilə, qara çörək otu əlavə elədim. Qoydum tuxovkaya 170 dərəcədə 40-45 dəqiqə bişirdim. Çünki vamla bişməlidir ki, onun içindəki lavaşlar ki islanıb sosda, onlar tam bişib qurumalıdır. Hazırdır börəyimiz. Doğrudan da çox dadlı alınıb. Mütləq vam xodda bişməlidir. Yoxsa o tez götürülsə, lavaşlar orada islaq qalır. İnşallah ümid edirəm, siz də bəyənərsiniz, bişirib bəyənərsiniz. Bişirən hər kəsə nuş olsun deyirəm. Əziz izləyicilərim, göz haqqımı halal eləyin. Çünki Ramazan ayıdır. Biz bişirib qoyuruq burada. İnşallah Allah hamının ruzsun bol bərəkəti versin ki, siz də bişirəsiniz. Allah oruc namazlarınızı qəbul eləsin. Əziz izləyicilərim, sağ olun, sağlıqla qalın.